Qardaş zəng eləyir bizim qardaşlara bir neçəsinə ki, doğma qardaşım can verir, gəlin kömək eləyin mənə. Deyir, gəldi evə, otağa girdi, gördük can verir. Başladıq buna nəsiyyət eləməyə ki, qardaş, qorxma, əgər Allaha bağlı olsan, Allaha iman gətirmisənsə, cənnətli olacaqsan, narahat olma, Allaha imanın var, Peyğəmbəri qəbul edirsən, dinə müsəlmansan və təsəlli veririk. Və sonra qardaş dedi, başladı ona ki, la ilə illallah de. Son kəlmən la ilə illallah olsun. Cavan uşaq idi. La ilə illallah'a dedi və dünyadan köçdü. İndi orada olanların hamısı ağlayır. Amma sevincindən ki, əlhəmdülillah, la ilə illallah dedi. Ev əhli eşitdi ki, keçindi. Tez gəldilər otağa. Atası baxır ki, deyir, biz hamımız ağlayırıq, amma sevinə-sevinə. Ağlaya-ağlaya, əlhəmdülillah, əlhəmdülillah, əlhəmdülillah deyirik. Kişi qəzəbləndi, dedi ki, nəyə sevinirsiniz? Oğlumun ölümünə? Biz də ağlaya-ağlaya dedik ki, əmican, biz sevinirik ki, onun son kəlməsi la ilə illallah oldu. La ilə illallah deyib bu dünyadan köçdü. Kişi belə heyrətlə bizə baxıb dedi ki, başınız xarab olub sizin, dəlisiniz, nəsiz? Bu anadan gəlmə lal idi bu uşaq. Danışa bilmirdi, nə la ilə illallah? Biz daha da hönkür-hönkür ağlamağa başladıq ki, subhanallah, Allah subhanallah bunun dilini asıb son nəfəsində.